DİM 2025 11 illik riyaziyyat test topusu, həndəsənin əsas anlayışları mövzusu üzrə verilmiş suala baxırıq. Sual belədir. A paraleldir, B paraleldir, C və D paraleldir Y olarsa, alfa üstəgəl 2 beta üstəgəl 3 qamma ifadəsinin qiymətini tapın. Şəkildə verilibdir ki, C düz xətti ilə B düz xətti bir-birinə paraleldir. Eyni zamanda D düz xətti ilə də Y düz xətti bir-birinə paraleldir. Onda belə çıxır ki, alfa və beta bucaqları uyğun tərəfləri paralel eyni adlı bucaqlardır. Şəkildə hər iki bucaq kör bucağı olaraq təsvir olunubdur. Ona görə deyirik eyni adlı, yəni eyni növlü bucaqlardır. Məlumdur ki, uyğun tərəfləri paralel eyni növlü bucaqlar bir-birinə bərabərdir. Yəni alfa bərabərdir betaya. Digər tərəfdən C düz xətti ilə eyni zamanda A düz xətti bir-birinə paraleldir və orada Y düz xətti onları kəsən bir düz xəttir. Belə çıxır ki, beta bucağı ilə də qamma bucağı daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqlarında cəmi 180 dərəcədir. Yəni beta üstəgəl qamma bərabər 180 yazarıq. Alfa beta ilə üst-üstə düşdüyü üçün alfa üstəgəl qamma bərabər 180 yaza bilərik. İndi gəlin biz də verilən cəmə baxaq. Alfa üstəgəl 2 beta üstəgəl 3 qamma verilib. Yazmaq olar alfa üstəgəl beta üstəgəl beta üstəgəl qamma üstəgəl qamma üstəgəl qamma. Alfa ilə qammanın cəmi 180-dir. Beta ilə qammanın cəmi 180-dir. Və sonuncu olaraq da yenə beta ilə qammanın cəmi 180-dir. Görürük ki, bu cəmdə 3 dənə 180 iştirak edir. Ona görə 3 vuraq 180 cavabımız olacaq 540 dərəcə A variantı.